Ermənistanın Hakim Vətəndaş Sazişi Partiyasının deputatı olan Vilen Gabrielyanın mandatından imtina eləməsi ilə bağlı müraciəti parlamentə daxil olub. Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib. Vilen Gabrielyanın müraciəti artıq daxil olub deyə o təsdiqləyib. Bu barədə Gündəm xəbər Oxaza istinadən xəbər verir. Xatırladaq ki, bir müddət əvvəl deputat Vilen Gabrielyan sosial şəbəkələrdə elədiyi paylaşımda martın 30-da Gümrüdəki seçki günü baş vermiş qalmaqalla əlaqədar istefa verəcəyini açıqlamışdı. Belə ki, Hakim Vətəndaş Sazişi Partiyasından olan deputat seçki günü içkili vəziyyətdə olub. Jurnalistin ona ünvanladığı suala kobud tərzdə cavab verib. Qeyd eləyək ki, Vilen Gabrielyan Bakıda doğulub. O, tədbirlərin birində Bozqurd jestini göstərərək Azərbaycana səfər etmək istədiyini bildirib.